Bəli, Şinarə, vurğuladığınız kimi artıq daha bir ünvanda Zabrat yolunda da xüsusi hərəkət zolağı, avtobus zolağı yaradılır və elə bununla bağlı informasiyaları əldə edəcəyik və biz bir neçə gün öncə də xəbər vermişdik ki, Biləcəri enişi adlanan ərazidən Həmdəm Ağayev küçəsinə qədər olan istiqamətdə də xüsusi hərəkət zolağı yaradılmışdı və indiki məqamda bu cür addımların atılması nəyə xidmət edir və bir sıra məqamlar da var ki, təbii ki, elə həmin Biləcəri enişi adlanan ərazidə də biz vurğulamışdıq ki, sürücülərin bəzi narazılıqları var idi. Bütün bunlara daha detallı cavabı, təfərrüatlı informasiyanı ilə qonağımız Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucovdan alacaq. Xoş gördük Tural bəy. Buyurun, təfərrüatlı cavabı sizdən eşidək. Xoş gördük, hər vaxtınız xeyir olsun. Qeyd edim ki, Yerüstü Nəqliyyat Agentliyi tərəfindən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkili istiqamətində və onların əlaqələndirməsi istiqamətində işlər əlbəttə ki, davam etdirilir və artıq şəhər şosesində Zabrat yolu tanıdığımız ərazidə avtobus zolağı bundan öncə var idi. Lakin Sabunçu rayonunun məhz bu ərazisində xüsusilə qeyd edim ki, şəhər şosesinin yol ötürücüsündən başlayaraq Heydər Əliyev prospektinə kimi xüsusi hərəkət zolağı yox idi, mövcud deyildi. Bu da əlbəttə ki, ictimai nəqliyyat vasitələrinin sıxlıqla üzləşməsinə, minlərlə sərnişinin vaxt itkisinə məruz qalırdı və avtobuslar ləngimələrlə müşahidə olunurdu. İnterval pozuntuları var idi və bununla bağlı sərnişinlərdən haqlı narazılıqlar da var idi. Qeyd edim ki, şəhər şosesində bu işlər artıq genişləndirildi və xüsusi hərəkət zolağının uzadılmasına qərar verildi və artıq uzadılması da həyata keçirilib. Mən xüsusilə qeyd edim ki, həmin bu ərazidə yol genişləndirildi və beləliklə 2 hərəkət zolağı, 3 hərəkət zolağını genişləndirildi və bununla da ümumi nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolağı təşkil edildi. Ərazidə təmir işləri aparılıb və səkilər də təmir olunub. Xüsusilə qeyd etmək istərdim ki, həmin bu ərazidən gün ərzində 17 müntəzəm avtobus marşrutu üzrə 160-dan çox avtobus hərəkət edir ki, minlərlə sərnişinin vaxt itkisinə məruz qalmadan daşınması hazırda təmin edilib. Və bizim tərəfimizdən işlər əlbəttə ki, bu istiqamətə davam etdirilir, təhlillər aparılır və nəqliyyat vasitələrinin xüsusən avtobuslarla yola çıxan sərnişinlərin rahat, fasiləsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınması üçün bu xüsusi hərəkət zolağı tərəfimizdən davam etdiriləcək. Və daha bir məqamı siz vurğuladınız. Ötən elə səfər sizinlə canlı bağlantıda Biləcəri ərazisindən çıxmışdıq. Həmin zolaqda isə mən sərnişinlərə şad bir xəbər vermək istərdim ki, artıq bir neçə gündür ki, həmin ərazidən hərəkət edən ictimai nəqliyyat vasitələrinin sayı da artırılıb, marşrutların sayı artırılıb və artıq həmin ərazidən 15 marşrut hərəkət edir ki, bununla da sərnişinlər olduqca xoş impulslar alırıq ki, A nöqtəsinə, B nöqtəsinə vaxt itkisiz, rahat şəkildə hərəkət edə bilirlər. Təşəkkür edirəm. İnformasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün elə bir daha xatırladım ki, artıq Biləcəri enişi adlanan ərazidən əlavə olaraq Zabrat yolunda da xüsusi hərəkət zolağı yaradıldı və elə Biləcəri ərazisində olan yaradılan xüsusi hərəkət zolağı ilə bağlı bir məlumat da əldə etdik ki, artıq həmin hissədə aşağı yoldan hərəkət edən avtobuslar da yuxarı hissəyə qaldırıldı və bununla da həmin zolaqdan artıq daha çox avtobus hərəkət etmiş olacaq. Çatdıra biləcəyimiz informasiyalarsa bu qədərdir. Sözü yenidən sizə ötürürəm. Təşəkkürümü bildirirəm Rəqsanə məlumatları bizimlə bölüşdüyünə görə.